Həqiqətən cəhənnəm kafirlər üçün pusquda dayanıb gözləyir. O, həddi aşanların qayıdacağı yerdir. Onlar orada əsrlər boyu qalacaqlar. İblisin bütün əskərləri daha belə. Rəbbinin, mən cəhənnəmi bütün günahkar cinlər və insanlarla dolduracağam sözü yerinə yetəcək. Şübhəsiz ki, ayələrimizi inkar edənləri odda yandıracaq. Hər dəfə onların dəriləri yandıqca, əzabı daim datsınlar deyə biz o dəriləri başqa dərilərlə əvəz edəcəyik. Doğrudan da kafirlərdən ötürü zəncirlər, buxovlar və alov saçan od hazırlamışıq. Həqiqətən bizdə onlar üçün qandallar və cəhənnəm hazırlanmışdır. Onlar üçün dəmir toppuzlar da hazırlanmışdır. O gün cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaqdır. Lakin bu xatırlamanın ona nə faydası? Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: kaş kitabım mənə verilməyəydi. Hesabımdan da xəbərim olmayaydı. Kaş ilk ölümüm həmişəlik olaydı. Var dövlətim məni əzabdan qurtarmadı. Hökmranlığım da məhv olub getdi. Mələklərə deyiləcək: onu yaxalayıb zəncirləyin, sonra da cəhənnəmə atın. Onu uzunluğu 70 dirsək olan zəncirə vurun. Çünki o, böyük Allaha iman gətirmirdi və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi. Bugün burada onun üçün bir dost tapılmaz. Qanlı irindən başqa yeməyi də yoxdur. Onu ancaq günahkarlar yeyər. Onlar cəhənnəm odunu uzaq məsafədən gördükdə belə, onun necə qəzəblə qaynamasını duyacaq və xışıltısını eşidəcəklər. Allah əmr edib deyəcək: atın cəhənnəmə hər bir inatçıl kafiri, xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni, başqa bir məbudu Allaha tay tutanı, atın onu şiddətli əzabın içinə. Yoldaşı şeytan deyəcəkdir: ey Rəbbimiz, onu mən yoldan çıxartmadım. Əksinə, o özü dərin azğınlıq içində idi. Allah deyəcəkdir: mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim. Mənim sözüm dəyişməzdir. Mən bəndələrə zülm edən deyiləm. Xeyr, bu alovu şöylələnən oddur. Başın dərisini sıyırıb çıxaran bir od. O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni və mal-dövlət yığıb saxlayanı. O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır və elə güman edir ki, var dövləti onu əbədi saxlayacaqdır. Xeyr, o mütləq hütəmiyə atılacaqdır. Sən hardan biləsən ki, hütəmə nədir? Bu, Allahın qaladığı oddur. O od ki, qalxıb ürəklərə çatacaq. Həqiqətən o od onların üzərində qapanacaqdır. Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar. Şübhəsiz ki, ayələrimizi yalan sayanlara və onlara təkəbbürlüklə yanaşanlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincə onlar cənnətə girməyəcəklər. Biz günahkarları belə cəzalandırırıq. Onların cəhənnəm odundan yatağı və yorğanları olacaqdır. Biz zalimları belə cəzalandırırıq. O gün biz cəhənnəmə doldunmu deyəcəyik, o isə yenə varmı deyəcəkdir. Rəbbinə qarşı çıxanlar cəhənnəm əzabına düçar olacaqlar.
ora nə pis dönüş yeridir. Onlar oraya vasil ediləndə onun dəhşətli uğultu ilə qaynadığını eşidəcəklər. Cəhənnəm qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar. Məyər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi? Onlar deyəcəklər, əlbəttə bizə qorxudan bir peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb, Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz demişdik. Onlar deyəcəklər, əgər biz dinləsəydik və ya anlasaydıq, alov şölələri saçan od sakinlərinin içində olmazdıq. Onlar öz günahlarını etiraf edəcəklər. Rədd olsun alovlu od sakinləri. O gün məhz tərəziləri ağır gələnlər nicat tapacaqlar. Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. Onlar cəhənnəmdə əbədi qalacaqlar. Od onların üzünü yandıracaq. Onlar orada qıc olmuş vəziyyətdə qalacaqlar. Məyər mənim ayələrim sizə oxunmurdumu? Siz də onları yalan hesab etmirdinizmi? Onlar deyəcəklər, ey Rəbbimiz, bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir cəmaat olduq. Ey Rəbbimiz, bizi oradan çıxart. Əgər bir də günah işlərə qayıtsaq, həqiqətən də zalım olarıq. Allah buyuracaq, orada alçalmış vəziyyətdə qalın və mənə heç nə deməyin. Həqiqətən qullarımdan bir zümrə var idi ki, onlar, ey Rəbbimiz, biz iman gətirdik, bizi bağışla, bizə rəhm et, sən rəhm edənlərin ən yaxşısısan deyirdilər. Siz isə onları məsxəriyə qoyurdunuz. Sonda bu məsxərə məni yada salmağı belə sizə unutturdu. Siz onlara gülürdünüz. Orada nə öldürülməzlər ki, ölüb canları qurtarsın, nə də bu odun əzabı onlar üçün yüngülləşdirilər. Biz hər bir kafiri belə cəzalandırırıq. Onlar orada fəryad qoparıb yalvaracaqlar. Ey Rəbbimiz, bizi buradan çıxart ki, əvvəllər etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək. Onlara deyiləcək, məyər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən də gəlmişdi. Elə isə dadın əzabı. Zalimlara kömək edən olmaz. Bu sizin yalan saydığınız cəhənnəm odudur. Bəlkə bu da sehirdir. Siz görmürsünüz. Yanın orada. Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir. İçində yanacaqları cəhənnəm. Ora nə pis yataqdır. Bu, qaynar su və irindir. Qoy onu dadsınlar. Kafirlər üçün əzabın buna bənzər başqa növləri də vardır. Həqiqətən, zəqqum ağacı günahkar adamın yeməyidir. Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar, qaynar su qaynayan kimi. Onu tutub cəhənnəmin ortasına sürüyün. Sonra əzab vermək üçün başına qaynar su tökün. Dad bu əzabı. Sən ki, qüdrətli və şərəfliydin. Onlar orada nə bir sərinlik, nə də sərinləşdirici içki dadacaqlar. İçdikləri yalnız qaynar su və irin olacaq.
törətdikləri əməllərinə uyğun bir cəza kimi. Doğrusu, onlar haqq hesab çəkiləcəklərinə ümid etmirdilər. Ayələrimizi də qətiyyətlə təkzib edirdilər. Biz hər bir şeyi hesablayıb yazmışıq. Elə isə dadın əzabı. Biz sizə əzabdan başqa bir şey artırmayacağıq. Biz onlara zülm etmədik. Lakin onlar özləri zalım idilər. Onlar cəhənnəm gözətçisini çağırıb deyəcəklər: Ey Malik, qoy Rəbbin canımızı alıb qurtarsın. O isə siz burada əbədi qalacaqsınız deyəcək. Biz sizə haqqı təqdim etdik. Lakin çoxunuz haqqı xoşlamırdı. Doğrudan da o cəhənnəm ən böyük fəlakətdir. Həm bəşəriyyət üçün xəbərdarlıqdır, həm də sizlərdən yaxşı işlər görüb irəli çıxmaq və ya günah edib geriyə düşmək istəyənlər üçün. Hər bir kəs qazandığının girovuna çevrilir, sağ tərəf sahiblərindən başqa. Biz cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar. Gözləri var, onunla görməzlər. Qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər. Hətta daha çox azğınlıqdadılar. Qafil olanlar da məhz onlardır. Həqiqətən biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: Kaş mən torpaq olaydım.